Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə Proparka deyilən əraziyə yaxın ərazidə marşrutlardan, demək, 92-91 marşrutlarından haradasa təxmini bir 200 metr məsafədə, 3 sotun içində, 3 otaqlı bir həyətəmə satışa çıxıb, tam kupçalı paketdir. Torpağında evində kupçası var, nəzərinizə çatdırım, hörmətli izləyicilər. Gördüğünüz ki, bura həyətyanı sahəsidir. Evin həyətində belə bağı, bağçası, yaşıllıqları var. Həyətyanı sahəsindən rahat 2 dənə, 3 dənə maşın daxil ola bilər. Düzdür, yoldan biraz aşağı hündürlükdə düşürsə, amma rahat tam darvazadan bura həyətə 2-3 maşın rahat daxil ola bilər. Evin kürsüsü gördüğünüz kimi, hörmətli izləyicilər, 5-6 daş kürsüdə inşa olunub. Həyətində belə hovuzu var, sadəcə təmirsizdir. Evin özünə də kosmetik xərclər lazımdır. Həyətində əl damısı var, gördüğünüz kimi üzüm çardağı var. Ev, yəni həyət ziyanı sahəsində gördüğünüz kimi nə varsa olduğu kimi təqdimatda sizə dedik. Burada hovuzdur, istəsəniz gələcək, nə istəsəniz burada yarada bilərsiniz. Hazır hovuzdur. Keçən indi hörmətli izləyicilər, evin içi ilə tanış olaq. Çıxan kimi, demək, buradan qalxırıq yuxarı. Burada bir virandadır, balkon kimi istifadə olunur, gördüğünüz kimi. Yayda zatda oturmaq üçün əlverişlidir. Daxil oluruq buradan qonaq otağına. Qonaq otağı bax belə haradasa 3 metrin bir 6-7 metr olar. Amma evin yeri yenə qeyd edirəm. Yeri gözəl yerdir, mərkəz yerdir. Demək, kupçası var. Torpağında evində kupçası olmalıdır ev sahibinin deməyinə görə. Bunu nəzərinizə çatdırım. Bura mətbəx hissəsidir, hörmətli izləyicilər. Burada sanuzə hissəsidir. Sanuzeri normal təmirlidir. Bunu da nəzərinizə çatdırım. Amma evin özünə kosmetik xərclərə ehtiyac var. Mətbəxdən keçirik buradan. Gördüğünüz kimi. Burada bir yataq otağıdır. Uşaq otağı deyək. Bura uşaq otağıdır. Evin tavanları zadı, nə bilim, düzəlməlidir ki, bura əlavə təmirlər olmalıdır. Yəni bunu nəzərinizə çatdırım. Gördüğünüz kimi də burada da hardasa 4-ün 5'ə. Bəlkə də çoxdur, 4-ün 6'ya geniş bir yataq otağıdır. Ev kosmetik xərcə ehtiyac var, güngür var, xərcə var. Yenə demək olar, hörmətli izləyicilər, yəni yerinə görə, kupçasına görə evi qiymətləndirilib, dəyərləndirib, bunu da nəzərinizə çatdıracağım. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasınlar, evin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti də nəzərinizə çatdırıram, 130 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcək. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da.